Amerikada günümüz 4:30-da başlayır. Oyanıb yoldaşımı və uşaqları yola salmaq üçün hazırlıqlar görürəm. Səhərlər yatmağı sevdiyim üçün belə tez oyanmaq mənə çox çətin gəlir. Ana və həyat yoldaşı olaraq bu məsuliyyət mənim üzərimdədir. Ona görə başqa variant yoxdur. Qəhvəni dəmlədim, artıq meyvələri yuyuram. Bir çox insanlar bananı yuduğumu gördükdə təəccüblənirlər. Nəzərə alsaq ki, mağazada bir neçə nəfərin əli dəyir ona, yəni mənim üçün onu yumaq mütləqdir. Ciyər paştetini yemirəm, əvvəllər heç əldə vurmurdum. Bilirəm mənim kimi ciyəri xoşlamayan insanlar az deyil. Bəs siz ciyər, xaş və bu tip yeməkləri yeyirsiniz. Dolmanı konteynerə yığanda ağlıma gələn ilk fikir oldu ki, bu konteyner açılanda çox güman ki, iyi hər yerə yayılacaq, amma olsun. Bəzən elə yorğun oluram ki, başqa yemək bişirməyə halım olmur, yəni evdə nə varsa onu qoyuram. Nəysə, saat 5-də ilçini yola saldıq, keçirəm uşaqlar üçün hazırlıqlara. Gecədən belə mini pizzalar hazırlamışdım. Düzdür, çalışırıq uşaqlara fast food tipli yeməkləri tez-tez verməyək, amma arada hazırlayıram. Çünki uşaqlar fikir verirəm ki, məktəbə gedəndə onlara nə qədər sağlam qida qoysaq da, hər şeyin ən yaxşısını almağa çalışsaq da, gedirlər başqa uşaqlarla yeməklərini dəyişirlər. Məsələn, uşaqlardan çipsi götürə bilərlər və ya başqa, yəni sağlıqlı olmayan yeməklərdən. Burada zibilləri də ayırırıq, yəni plastika kağızı bir yığırıq, yemək tullantılarını başqa yerə. Sonra uşaqlara belə meyvəli lavaşanalar qoyuram və bu noriləri bizim uşaqlar dəhşət çox xoşlayırlar. Məsələn, qızım balıq xoşlamır, amma bu norini bütün günü yeyə bilər. Biraz pendirli piçenkalarda töküb lunchboxlarını yığıram. Nə yalan deyim, hər gün nə bişirim fikri ya da uşaqlara məktəbə nə hazırlayım. Məni çox yorur. İnanıram ki, tək məndə bu belə deyil. Nəysə, sularını da doldurub çantalarını hazır edirəm. Hər ehtimal buzluqdan toyuq da çıxartdım. Uşaqları yola saldıqdan sonra artıq planımı quracağam ki, axşama nə bişirim. Yarım saat vaxt qaldığı üçün mən də biraz yatıram, sonra durub gedirəm uşaqları oyadıb hazırlaşdırmağa. Əkizlər qızımdan yaşda balaca olsalar da, amma daha sərbəstdilər. Özləri oyanırlar, yuyunurlar, paltarlarını geyinirlər. Amma Məryəmin nazı ilə hər səhər oynamalıyıq. Əvvəllər uşaqlar öz aralarında çox mehriban idilər, amma indi elə yaşa gəlib çıxıblar ki, tez-tez dalaşırlar. Nəysə, artıq avtobusun vaxtıdır. Evdən avtobusun dayanacağına kimi heç 100 metr olmaz. Bu arada Texasda havalar çox soyuyub, uşaqlar qalın kurtkadadır gördüyünüz kimi. Və uşaqları məktəbə yola saldıqdan sonra səhərin birinci yarısını yola vermiş oluram. Videoya axıra kimi baxdınızsa, like etməyi unutmayın.